4-cü sətrin tamamlanması mövzusunun suallarına baxaq. Birinci suala baxıram. Birinci sualda deyir ki, ardıcıllıq verib. Burada yəni 4 dənə sətr boyu ardıcıllıq verib bizə. Yəni biz nəyə fikir verməliyik? Məsələn 3-dən 6-ya nə edə bilərəm? Yəni neçə vahid gedə bilər və yaxud neçəyə vurub 3-dən 6-nı ala bilərəm? Ya 2-yə vuracaq, ya da ki üzərinə 3 gələcək. Düz? Hər iki ehtimal ola bilər. Hələ ki birini yazdım. Sonra baxıram 6-dan 9-a. 6-dan 9-u almaq üçün üzərinə ancaq 3 gələ bilər. Başqa seçim yoxdur. 9-dan 18-ə vur 2 ola bilər ancaq və yaxud üstəgəl 9 olar. Əgər mən üstəgəl 9 yazsam, 3-dən 6-ya üstəgəl 3 olaraq onda, yəni üstəgəl 9 əlaqəsiz olur. Amma hər ikisi eyni olsun və qanuna uyğunluq yaransın deyə hər ikisinə vur 2 yazıram. Və 18-dən 21 aydındır ki, üstəgəl 3 alınır. İkinci sətrə eyni qaydada baxıram. Yəni 2-dən 8 almaq üçün vur 4 yazıram. 8-dən 6 almaq üçün ancaq çıxa bilərəm 2-ni. 6-dan 24 eyni qaydada vuracam 4-ə. 24-dən 22 çıxacam 2-ni. Baxıram 3-cü sətrə. 3-cü sətirdə 1-dən 3 alıblar. Demək ki, vur 3 yazaram. Nəyə görə vur 3 yazam? Üstəgəl 2 yazsam, burada 8-dən də 24-ə üstəgəl 2 alınmır. Ödəmir, ona görə vur 3 alınır. Və 3-dən 8-ə üstəgəlsin 5 olacaq. Yenə 24-dən 29-a üstəgəl 5-dir. İndi burada qanuna uyğunluq nədir? Məsələn, birinci yazıblar vur 2, üstəgəl 3. Növbəti yazıblar vur 4, çıx 2. Vur 3, üstəgəl 5. Düz? Baxıram ki, 2 dənə vurmadır. Deməli, bizdə də onda vurma ilə vurma olacaq. 2-dən 4-ə gəliblər. Yəni, neçə vahid? 2 vahid artırıb. Deməli, 3-dən də 5-ə gələcək. Vur 5 olacaq. Toplama və çıxma veriblər. Yəni, toplama ilə çıxma biri nədirsə onun əksini verib də. Bizdə toplamaca yazacam çıxma. Çıx. Yenə 3-dən 2-yə gəlib 1 vahid azalıb. 5-dən də 1 vahid azaltsam 4 qalır. Deməli, qayda belə oldu ki, vurulsun 5, çıxılsın 4 yazıram. Vur 5, çıx 4. Vur 5, çıx 4. Və variantlara bir-bir baxıram ki, hansında bu şərtlər ödənir. Məsələn, vur 5 olan 3 vur 5, 15 ödəyir. Başqa baxaq hansında uyğundur. Bir də 2 vur 5, 10 ola bilər. Düz. Sonra çıx 4 şərti demək ya B-də onda ya D-də, digərlərində ödəmir. Deməli, baxıram 15-dən 4 çıxıram 11, 12-dən amma 4 çıxanda 11 eləmədiyi üçün, yox, düz yerə baxmadıq. Ondan 4 çıxanda 14 eləmir deyə D bəndi uyğun gəlmir. Cavab olur B bəndi. Çünki sona qədər mütləq yoxlamalıyıq. Vur 5, çıx 4. Hamısı da ödəyir. Bəzən olur ardıcıllığın ilk, məsələn, 1-2-si ödəyir, amma digərləri ödəmir. Yəni, bu hallar belə olanda mütləq axıra qədər baxmaq lazımdır ki, yəni birdən əvvəli ödəyir, axıra ödəməz, cavabımız səhv alınmasın. İndi baxaq ikinci suala. İkinci sualda 7-dən 21-ə vurulsun 3 yazaram. 21-dən 24-ə üstəgəl 3 olar. Yenə vur 3, üstəgəl 3. Deməli, birinci sətrim oldu. Vur 3, üstəgəl 3. İkinci sətrə baxıram. 72-dən 24 alınıb. 72-ni ancaq 3-ə bölsəm ala bilərəm. 24-dən 21 çıx 3 ödənilir. Yenə vur 21-dən 7-yə böl 3. 7-dən 4-ə çıx 3. 28-dən 14-ə 2-yə bölüb də yarısıdır. 14-dən 16-ya, yəni üstünə ancaq 2 əlavə eləsəm alına bilər. 16-dan 8-ə 2-yə bölsəm alına bilər. 8-dən 10-a üstünə 2 gəlsəm alına bilir. Deməli, ardıcıllığım belə olur. Birinci sətirdə vur 3 üstəgəl 3 oldu. İkinci sətirdə böl 3 çıx 3 oldu. Üçüncü sətirdə böl 2 üstəgəl 2 oldu bu formada. Qaldı bir dənə 4-cü sətrim. 4-də necə olar? Burada əgər vurma, baxıram ki, 1 ilə 2 arasında qanuna uyğunluq nədir? Birincidə vurma yazılıb, ikincidə bölmə. Yəni, demək ki, bir dəfə vurma, bir dəfə bölmə olmalıdır. Onda bizdə də bölmə var. Növbəti nə olacaq onda? Vur. Bəs indi rəqəm nə olacaq? 3-lərdir, hər ikisində 3-dür. Demək, bizə 2 ilə 2 olacaq. Onda eyni olmalıdır. Yenə baxıram, üstəgəllə çıxma verib bizə. Bizdə də üstəgəllə çıxma olacaq onda. Rəqəmlər 3 ilə 3-dür. Mən də onda 2 ilə 2 yazıram, eyni olsun deyə. Onda olacaq vur 2, çıx 2. Vur 2, çıx 2 ödənməlidir. Yenə baxıram, vur 2-lər 8 ilə 16, vur 2-dir. Çıx 2, 16-dan 2 çıxaram 14. Yenə vur 2, 28, çıx 2. Sona qədər ödədi. Cavab olur D variantı. Üçüncü suala baxıram. 27-dən 29-a çıxılsın
Daha doğrusu üstə gəl 2. 29-dan 31-ə fərqən üstə gəl 2-dir. Üstə gəl 2, üstə gəl 2. 6-dan 12 ancaq vur 2 ola bilər. 12-dən 24-ə yenə də vur 2. 24-ü 2-yə vurub 48 ala bilərəm. 48-i 2-yə vursam 96 alaram. 61-dən 62 üstə gəl 1. Çünki nəyəsə vura bilmərəm. Bölmə yoxdur. 62-dən 64-ə üstə gəl 2. 64-dən 67-yə üstə gəl 3 alınır da, düz. Üstə gəl 3. 67-dən 71-ə üstə gəl 4 oldu. İndi gəlin baxaq burada nə əlaqə var. Baxıram ki, birinci sətir hamısı üstə gəl 2, üstə gəl 2, üstə gəl 2-dir. İkinci sətir vurdu hamısı və eyni rəqəmlərdir. Amma üçüncü sətirdə hamısı üstə gəlmədi. Lakin rəqəmlər 1, 2, 3, 4 ardıcıl gedir. Deməli, bizdə nə olacaq? Birinci sətir hamısı üstə gəlməyi daxil düz. İkinci sətir hamısı vurma idi düz. Üçüncü sətir hamısı üstə gəlmə oldu. Deməli, dördüncü sətir hamısı vurma olacaq. Və 1 ilə ikinci sətirdə rəqəmlərin hamısı eyni gedirdi. Amma üçüncüdə ardıcıl gedir. Deməli, dördüncüdə də eyni olacaq, yəni ardıcıl olacaq. Yəni 1, 2, 3, 4. Yəni vur 1 olacaq, vur 2 olacaq, vur 3, vur 4 olacaq. Onda variant hansı variant görək? 5 vur 1, 5 olacaq. Birinci də ola bilər, amma burada 12-dən sonrası ödəmir. 12 vur 3, 18 eləmir ona görə. Amma 5 vur 1, 5 edir. 5 vur 2, 10 edir. 10 vur 3, 30 elədi. 30 vur 4, 120 cavab olur B bəndi. Dördüncü sualda 27-dən 20 alıb, çıx 7 ola bilər. 20-dən 40 alıb, vur 2 yazıblar. 40-dan 33 ancaq yenə çıx 7, vur 2. 20-dən 27-yə yenə üstə gəl 7. 27-dən 54-ə 2 mislidir, 2-yə vururam. 54-dən 61-ə üstə gəl 7. 61-dən 122-yə vurulsun 2. 21-dən 42-yə yenə vur 2. 42-dən 35-ə deməli çıx 7. 35-dən 70 ancaq vur 2 olar. 70-dən 63-ə yenə çıx 7. Deməli, qayda belə oldu. Birinci çıx 7, vur 2. Sonra üstə gəl 7, vur 2. Vur 2, çıx 7. Bizə qaldı dördüncü sətir. 1 ilə ikinci sətir arasında əlaqə yaradıram. Məsələn, birincidə mənfi ilə müsbətdir. Onda bizdə vurma ilə tərsinə olacaq, bölmə olacaq. Rəqəmlər amma 7, 7-dir hər ikisində. Deməli, bizdə eyni rəqəm olacaq. Yəni, vur 2 idisə, bu dəfə böl 2 olacaq. Kesim digər. 2 ilə 2 verib, özə vurmadı hər ikisi. Demək ki, işarələr eyni olsun. Məndə onda çıxmadısa, bura çıxma yazıram. Rəqəmlər də eyni olsun. 2 ilə 2 budur, 7 ilə 7 də budur. Bunları tapdıq. Və sonra deyir ki, yerinə qoyaq görək hansı variantda, yəni tam uyğun gəlir. Böl 2 çıx 7 olmalıdır. A bəndən yoxlayaq. Böl 2 62-ni 2-yə bölürəm 31 edir. Bəli, çıxılsın 7. Ödədi neçə? Deməli. Hədə düzdür 24. Yenə böl 2 12 çıx 7 ödədi. Deməli, cavab olur A bəndi. Keçək 5-ci suala. 5-ci sualda deyir 12 24. 12-ni yəni 24 almaq üçün ancaq nə yaza bilərəm? Vur 2 yazaram. 24-dən 27-yə ancaq üstə gəl 3 yazaram. 27-dən 81-ə vur 3 yazaram. 81-dən 85-ə üstə gəlsin 4 yazaram. Aha, görə burada nə əlaqə var? İndi ikinci sətrə də baxaq. 12-dən 15-ə üstə gəlsin 3 ola bilər də düz. Üstə gəl 3. 15-dən 30-a vur 2 alınır. 30-dan 34-ə üstə gəl 4. 34-dən 102-yə. 34-ü 3-ə vuran. Çünki son rəqəmə baxın. 3-ü 4-ə 12, 2-nə qədər 3-ə vuranda 102 verir mənə. Demək, birinci sətirdə görə nələr var? Vur 2 var. Üstə gəl 3 var. Yenə vur 3 var. Üstə gəl 4 var. Demək, bir dəfə vurma olur. Sonra toplama. Yenə vurma, yenə toplama. Rəqəmlər 2 ilə olur, sonra 3 ilə 4. Aha. İkinci sətirdə görə üstə gəl 3, vur 2. Yeri dəyişib. Birinci üstə gəl gəlib, sonra vurma gəlib. Sonra yenə üstə gəl 4. Vur 3. Düz. Deməli, üstə gəl 3, vur 2. Üstə gəl 4, vur 3. Belə. İndi baxaq görə. Deməli, 3-dən 2-yə gəlib. 4-dən də 3-ə gəlib. Rəqəmlərin yerini dəyişib də sadəcə. Bayaq 2 ilə 3 idi. İndi 3 ilə 2 olub. Yerini dəyişib. 3-dən 4, 4-dən 3 olub. İndi baxaq. 9-dan 27-yə nə edə bilərəm? 9-u adı məsələdə 3-ə vurarım. 27. 27-dən deməli 29-u üstə gəl 2 olacaq. Sonra 29-dan 116-ya 9-u neçəyə vursaq 6, sonu 6 ilə bitər. 4 dəfə 9, 36 vur 4-dür deməli. 116-dan 119-a üstə gəlsin 3 ola bilər. Düz.
İndi baxaq növbəti görək sətirdə necədir. Onda deməli yazıldı ki, vur 3, üstə gəl 2, vur 4, üstə gəl 3. Dediyim kimi, şarilər tərs götürəcəm. Vur, üstə gəl, vur, üstə gəlsə, deməli bizdə tərsinə olacaq. Üstə gəl, vur, sonra üstə gəl, sonra vur olmalıdır. Və rəqəmlər də 2-2 dəyişir. Baxın, 2 ilə 3 yerini dəyişib, olub 3 ilə 2. Burada 3 ilə 2 idi, yerini dəyişirdi, o da 2 ilə 3. Yəni, burada oldu vur, daha doğrusu üstə gəl 2, burada vur 3. Növbəti 4 ilə 3-dür, yeri dəyişəcək, 3 ilə 4 olacaq. Yəni, bura üstə gəl 3, vur 4, belə. İndi bir-biri uyğunlaşdırıb tapaq. Deməli, məsələn, baxıram 16-dan 18-ə. Üstə gəl 2. 18-dən 54-ə. Vur 3. 54-dən 57-yə. Üstə gəl 3. 57-dən deməli 228-ə. Görək vur 4 ödəyir. 4 dəfə 7 28 2 adda 20 o da 2 22 ödəyir. Aha. Deməli cavab A bəndi. Keçək 6. 6 biraz fərqli tipdir. 6-da nə edirik? Bu 2 dənəsini bir götürəcəm. Yəni 58 ilə 26 üzərində bir əlaqə yaradıram. Yəni 58-dən neynəsəm 26 yarada bilərəm. 58-i məsələn 5-in üzərinə 8 gəlirəm, edir 13. 13-ü vururam 2, 26 alınır. Deməli yuxarıdakının rəqəmləri cəmini toplayıb 2-yə vururam ki, aşağıdakı alınsın. Məsələn 42 12. Tutaq ki 4 ilə 2-ni toplayıram 6, vururam 2-yə, həqiqətən də verir mənə 12-ni. Digərləri də 9-dan 9, 18, vururam ki, 36. Deməli, qayda artıq bizə bəllidir. Onda 3-cü ilə 4-cünün arasında əlaqə yaradıram. Yenə 2 ilə 9-u toplayıram, 18. 18 yox, 2 ilə 9-u toplayıram, 11, 2-yə vururam, 22. 3 ilə 2-ni toplayıram, 5. Düz. 5-i 2-yə vururam, 10 eləyir. 3 ilə 8-i toplayıram deməli. Bura 10 oldu, hə. 3 ilə 8-i toplayıram, 11, onu da 2-yə vurdum, 22. 76 demək, 7-nin 6-nı cəmini tapıram, 15, vur 2, 30, 3, 3, 6, vur 2, 12. Deməli, görə hansı variantı? 22, 10, 22, 20. Yox, bu deyil. Düz yazmadım deyəsən. Bir dəqiqə, 15 nədir? 7-nin üstünə 6 gəlirəm. 13 eləyir, 13-ü vururam 2-yə. 26 olmalıdır, düzdür. Bura olur 26, burada olur 12. Elə B bəndinə uyğun gəlir. 22, 10, 22, 26, 12. Keçək 7-ci suala. 62, 29. Bax, burada yenə də eyni 6-cı sualla əlaqəlidir. 62-dən necəsə 40 yaratmalıyım. Yəni, məsələn, baxaram 6-nın kvadratı, üstəgəl 2-nin kvadratı. Tək-tək rəqəmlərinin kvadratları cəminə baxıram. 6-nın kvadratı edir 36, üstəgəl 4, 2-nin kvadratı 4, 36-nın 4-ün cəmi 40 elədir. Yəni, bu ikincini ala bildim. Sonra 29 ilə 85. 2-nin kvadratı, üstəgəl 9-un kvadratı. 81, o da 4. Elədi, həqiqətən 85. Düz. Yoxlamaq üçün, məsələn, bu axırıncına da baxın. 50-yə baxıram. 5 ilə. 5-in kvadratı, üstəgəl 0-ın kvadratı. 25 üstəgəl 0, həqiqətən də 25 edir. Bu aşağıdakı ikincini verir mənə. Deməli, 3-cü sətrə baxaq onda. 64 verib. Yəni 6-nın kvadratı, üstəgəl 4-ün kvadratı. 36 üstəgəl 16, o da edir 52. Deməli, birincisi 52 ilə başlayanlar. Bunları sildim. 25, 2 ilə 2-nin kvadratı, üstəgəl 5-in kvadratı. 4 üstəgəl 5-in kvadratı 25, o da edir 29. İkincisi 29 alanlar. Hər ikisində oldu. Hər ikisi 25, 25-lər eynidir. 49, 50-lər fərqlidir. Baxaq hansı düzdür. Axırdan ikinci deməli 71-ə. 7-nin kvadratı üstəgəl 1-in kvadratı. 49 üstəgəl 1 eləyir 50. Deməli, cavab olur Y bənd. Keçək 8-ci suala. 30-dan 35 alıb. 30-un üstünə 5 gəlsəm, 35 alıram. 35-dən 33-ə çıx 2 yazaram. Yenə üstə gəl 5, çıx 2 ödədir. 30-dan deməli çıx 5 olur. 25, üstə gəl 2, çıx 5, yenə üstə gəl 2. Nəsə 36, 41-ə də baxaq da buna baxmaq. Bunu niyə saxladıq? Üstə gəl 5 olsun. 24-dən 19-a çıx 5 daydı. Məsələn, 30-dan 37-yə üstə gəl 7, çıx 3. Çünki 3 çıxanda alınır və deməli 34-dən 41-ə üstə gəl 7 çatmır. Deməli 41-dən 38-ə çıx 3. Bu da olur 38-dən 45-ə üstə gəl 7. Onda əlaqə belədir. Deməli bir dəfə üstə gəl 5 yazılır, sonra çıx 2 düz. Aşağıda isə çıx 5 ilə üstə gəl ki, yerini dəyişibdir. Deməli bizdə də üstə gəl 7 çıx 3 veribsə, növbəti üstə gəllə çıx dəyişib. Deməli bizdə olacaq onda çıx sonra üstə gəl. Və rəqəmlərin isə yerini dəyişmir. 5-isə 5 qalır. Bunu 7-isə 7 qalır, 3-isə 3 qalır. Yəni çıx 7 üstə gəl 3-ləri axtarıram. Variantlarda məsələn 30-dan demək hansına görə 7 çıxıb 23 alınır. Deməli
Bu olacaq. Bunları silək. Ancaq 23 olanları saxlayıram. Bunlar getdi. Ya deməli C-dir, ya da Y-dir. Üstəgəlsin 3 ödəməlidir. 23-ün üstünə 3 gəlirəm. 26 Y variantı doğrudur. 9-cu suala baxıram. 72-dən 24 alıb 72-ni ancaq 3-ə bölsəm 24 alaram. 24-dən 21 olacaq. Çıx 3. Sonra 1-dən 3-ə vur 3. Üstə gəl 3 ola bilər 3-dən 6-ya. Deməli, burada vur 2 də yaza bilərəm. Amma 18-dən 21 axı üstə gəl 3-ün ancaq ödəyir. Yəni vur 2 yazsam ödəməyəcək. Ona görə üstə gəl 3-dən davam edirəm. 6-dan 12 ancaq vur 2 ola bilər. 12-dən 10-a olacaq çıx 2. Deməli, qanunluq nədir? Bölmə, vurma, vurma, onda tərsinə olacaq bölmə. Çıxma, toplama əksdilərdə çıxma yenə toplama olmalıdır. Rəqəmlər eynidir, amma ikisindən 3, 3, 3-dürsə, məndə deməli 2 ilə 2-lər olacaq. Böl 2 üstə gəl 2 hansı variantı olacaq? 48-i bölürəm 2, 24. Sonra üstə gəl 2, 26. Yenə böl 2 üstə gəl 2 ödədi B bəndi. 10-cu suala baxıram. 45-dən 65-ə. Yenə burada rəqəm cəminə baxıram. 4 ilə 5-in cəmini 9 verim. 4 üstə gəl 5 aşağıdakı ikinci sətri verir mənə. Deməli 6 ilə 6-nın cəmi eləcək 12. Sonra 2 ilə 2-nin cəmi 4. Deməli 4 ilə 7-nin cəmi 11, 8, 6, 14, 9, 1, 10. Elə olur A bəndi. 11-ci sualda deyir 30, 45. Burada yenə alt-alta baxıram. 30-dan 5 almaq üçün bölüb 6-ya. 45-dən 9 almaq üçün bölüb 5-ə. 32-dən 8 almaq üçün bölüb 4-ə. 27-dən 9 almaq üçün bölüb 3-ə. 18-dən 9 böl 2-yə. Deməli, bizdə də onda sıra ilə belə olacaq. Böl 6, böl 5, böl 4, böl 3, böl 2 olmalı. 54-ü 6-ya bölürəm, onda 9 olacaq. Deməli, 15-i 5-ə bölürəm, 3 olacaq. Hadi məsələ cavab olur D bəndi. Bir dənə D variantı. 64 4-ə bölüm 16 və s. Geçim 12-ci suala. 16-dan 8 alıb 16-nı bölürəm 2 edir 8. 8-i vururam 3-ə 24. Deməli, böl 2 vur 3 oldu. 4-dən 12-yə vur 3. Üstə gəlsin. Ya üstə gəl niyə? Böl 2 yaza bilərəm. 12 2-yə bölündə 6 edir. Sonra 15-dən 30-a ancaq vur 2 ola bilər. 30-dan 37-yə isə üstə gəlinsin 7 olar. Deməli, qayda tapıldı. Böl 2, vur 3, vur 2. Deməli, nə olacaq? Tərsinə böl. Belə olacaq. Rəqəmlər də 2 ilə 3-dürsə, məndə də 2 ilə 3 olmalıdır. Sonra. Bir dəqiqə. Yox, amma burada bir məsələ var ki, bir dəqiqə baxaq. Burada 2 ilə 3 yazıb, sonra 3 ilə 2 yazıb. Öz aralarında yer dəyişib. Amma bizdə 3 yoxdur, onda 2 ilə 7-dir bizdə. Onda bizdə burada nə olacaq? Üstə gəl, deməli 7 olacaq və vur 2 də burada olacaq onda. Vur 2. Bildiniz necə? Burada 2-lər və 3-lər vardı. Onlar öz arasında yer dəyişib. Amma burada vur 2 və 7-lər var. Deməli, üstə gəl 2, bəs üstə gəl 7, vur 2-ləri seçməliyəm. Yəni, üstə gəl 7, vur 2 ödəyir. Üstə gəl 7, vur 2. 29-u 2-yə vuram, 58 ödədir. Cavab olur A variantı.